Neftçinin Futbol Akademiyası komandaları yeni mövsümə hazırlığı davam etdirir. Bu dəfə Neftçi TV 15 yaşadək futbolçulardan ibarət komandamızın düşərgəsinə baş çəkib. Düşərgədən maraqlı video süjeti sizə təqdim edirik. Üçüncü həftədə artıq məşqlərə başlamışıq. Bir yoldaşlıq oyunu oynamışıq hal-hazırda Zirə komandası ilə. Yoxlanışa gələn uşaqlar var, onlara baxırıq, seleksiya ilə məşğuluq. İndi bu həftələrdən artıq kompaktlaşıb uşaqların heyəti ilə davam edirik hazırlığı. Hədəfimiz əsas komandaya uşaqlar hazırlamaqdır. Yəni akademiyanın ümumiyyətlə bütün yaş qruplarda hədəf odur ki, Futbol Akademiyası, Neftçi Futbol Akademiyası əsas komandaya uşaqlar hazırlamaqdır. Və yaxşı olar ki, təbii ki, gözəl oyun göstərib, qələbələr qazanıb və o qələbələrlə də bərabər gözəl oyunçular yetişdirməkdir. Hədəfimiz budur.